komandirlik məziyyətlərini özündə birləşdirən bir adam idi. Həqiqətən sözün əsl mənasında. Səmədov İsmail bir şəxsiyyət olaraq yetişmişdi. Bir şəxsiyyət idi və ondan sonra hərbiçi idi, ondan sonra komandir idi. Səmədov İsmail, kimilər çox az da olurlar, Səmədov İsmail çox böyük şəxsiyyət idi. 2 il müddətinə o mənim komandirim olub və mən çox qürur hissi ilə, iftixar hissi ilə o illəri xatırlayıram ki, məhz Səmədov İsmail kimi bir komandirim olub. 2018-ci ildə Türkiyənin İzmir şəhərində dünya xüsusi təyinatları arasında Efes 2018 adlı yarış keçirilirdi. Bizim xüsusi təyinatlı qüvvələrin mənsubları da orada iştirak edirdi. 30-40 nəfərlik heyətlə getmişdilər. Qardaşım da həmin qrupda var idi, komandir kimi iştirak edirdi. 23 ölkənin iştirak etdiyi xüsusi təyinatların yarışında Azərbaycan xüsusi təyinatları birinci yerə çıxdı. Vətənə! Səlamet! Halqa! Səlamet! Düşmənə! Birdən! 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 Xüsusi təyinatlı qüvvələrin bütün mənsubları ətrafında olan insanlardan xüsusilə seçilirlər. Ancaq xüsusi təyinatlı qüvvələrin içində isə, ailəsində isə İsmail özü xüsusi yer tuturdu. İsmail əsl peşəkar zabit idi. O, öyrəndiyi bilikləri heç vaxt özündə saxlamır, ancaq yeni gələn gənc heyətə aşılayırdı. Sentyabr ayının 30-da artıq Ləltəpə istiqamətindən biz düşmənin xəttini yarmağa başladığımız istiqamət olub, hansı ki, Çin-Çinə fəaliyyət göstərirdi. Araz qırağı istiqamətindən Cəbrayıl istiqamətinə döyüşlərimiz başlamışdı. Artıq kapitan Səmədov döyüşün idarə etməsini demək olar ki, tamamilə üstlənmişdi, idarə edirdi. İlk döyüşümüz elə Cəbrayıl istiqamətindən başlamışdı. Fiziki cəhətdən çox sağlam adam idi. Ümumiyyətlə, biz onun qaçışlarına heyrət edirdik. Sürətli şəkildə bütün qaçışlar. Qaldı idarə etmə, komandirə lazım olan ən mühüm idarə etməsi mükəmməl idi Səmədov İsmail. Və Səmədov İsmail bir komandir kimi idarə elədiyi zaman bir döyüşçü olaraq da funksiyasını yerinə yetirə bilirdi. Cəbrayıl yüksəliyini azad eləyəndən sonra, hansı ki, orada bizə qarşı çox böyük bir müqavimət göstərə bilən düşmənin bölmələrindən biri var idi, hansı ki, bir tank batalyonu var idi. Əsasən bir tank bizə çox maneçilik edirdi və cənab kapitan məndən qumbara atanı alaraq həmin tankı da orada elə məhv eləmişdi. Uzaq sahillərdə kimi kinolara baxanda çağırırdıq, elə baxmırdı bizə. O qədər baxırdı, hər dəfə o Xocalı hadisələrinə baxanda o elə bil çox pis hallara düşürdü. Bir oğlu, bir qızı var. Oğlunun adını Mehdi qoydu. Doğulanda mən oradaydım. Nə qədər gəlində mən də dedik, başqa ad qoyaq, razılaşmadı. Dedi, əsl kişi adıdır, kəşfiyyatçı o kinodan mı, bilmirəm. Yəqin ki, ona görə dəhşət vətəninə bağlı idi, dəhşət. Heç bir kəlmə deməzdi ya ailəsinə, ya bizə getdiyi yerdə. Nə qədər yorğun gəlsə də gülə-gülə içəri girirdi, alnımdan öpürdü, uşağını qucağına götürürdü, nazını çəkirdi. Öz sağlığında necə istəyirdisə uşaqlara göz yaşımı göstərmirəm. Uşağı istədiyi kimi ən azından bir addım da olsa atmışıq, idmana gedirik. Oğlum atasını şəkillərdə də olsa ata deyib çağırır, tanıyır. Yəni o tanıyır atasını. O mənim üçün bir fəxrdir. Və qızım deyir ki, atam qəhrəmandır. Mənim atam hamının atasından güclüdür.